Onun qardaş oğlu Ruslan azadlığa çıxıb. O cəmi 2 gün həbsdə qaldı. Bu həbs şou idi. Sadəcə bu oyunun qurbanı kiçik vəzifəli şəxslər oldu. Onlar hələ də həbsdədir. Bu həbs ona görə şou idi ki, ABŞ səfirliyi Azərbaycandan istihbarat istəyib. Sorğu göndərib Azərbaycana, cavab istəyib ABŞ. Sorğuda bildirilir ki, İranda, Əfqanistanda narko tacirlərin, narkotik biznesinə rəhbərlik edən şəxslərin telefon danışıqları dinlənilib, Amerikadan dinlənilib. Və telefon danışıqlarında bəylərin qohumlarının, bu adları çəkən adamların, həmin şəxslərin danışıqları, nömrələri, danışıqları qeydə alınır. Yəni İran düşməndir, Əfqanistan da heç dost deyil. Sənin İranı ayaqda saxlamaq üçün ən böyük Avropaya, Rusiyaya, dünyaya İranın narkotikini gəmilərlə daşıyan dəniz gömrüyü zaten sən adamlarındır. Sən adamların danışıqları çıxıb ortaya. İlham Əliyevdən hesabat istəyirlər. Ona görə sigaret, qaçaqmalçılığa görə Ciyar Ruslan tutdular. 5 milyon qaçaqmalçılığa görə adam tutdular. 32 milyard qaçırtdı Vasif Talıbov. Niyə tutmadınız? Ona görə İlham Əliyev bu sorğudan sonra başlayıb həbs şousuna. Bəzi adamların ölkədən qaçmasına şərait yaradıb İlham Əliyev özü yaradıb. Onları beynəlxalq axtarışa veriblər ki, güya həqiqətən həbslər davam edir və bu beynəlxalq axtarışa vermə digər dövlətlərin də diqqətini cəlb etmə deməkdir. Əgər bu bəylərin komandası AzTV-nin də dediyi kimi ölkədən qaçıblarsa, bunu qaçıran kimdir? DSX və İlkin Quliyev niyə vəzifədədir? İlham Əliyev özü qaçırdı, qadan Əliyev. İlham Əliyev kişi deyil, İlham Əliyev gədədir. Gədə kişinin alçağına deyirlər. Gədə namusunun şərəfini satana deyirlər. Bax İlham Əliyev ondandır. Beləliklə bu həbslər şoudur. Ruslan Eyyubov hazırda evindədir. Leylanı, Arzunu, Mehribanı, Lüt bunlarla əlləşən Robertlər olubdur. Robertlər Ramil Usubov kimi nazirin yeznəsinin ağzından atan adam olubdur. İlham Əliyev bu tayfadan it kimi qorxur. Mehriban Əliyeva ümumiyyətcə qaranlıq keçmiş olan, ancaq sürtülmüş, qayrılmış keçmişə malik olan Mehriban Əliyeva Bəylər Eyyubovdan it kimi qorxur. Bu həbslər şoudur. Mehriban Əliyevanın Lüt bardan, diskotekadan popsuna şilləliyə çıxardan bəylərlər, Ramiz Mehdiyevlər olubdur. Bunlar heç vaxt onlara qarşı savaşanmaz. Bunlar ancaq sürtük bir halda ki İlham Əliyev prezident gəlmək üçün, seçilmək üçün arvadının seksini çəkdiribdi. Özü götünü veribdi. Putinlə prezident olmaq üçün oğlanlarla əlaqə giribdi. Cavan yaşında. Heç bəlkə də prezident olmaq üçün yox, o auranı, o abhavanı qurublar. Trump'ın özü, ay millət, Bush'un özü, hamısının seksi var mı? Var. Hamısının seksi Epstein adalarında çəkilib mi? Çəkilib. Elon Musk'dan belə. Və bu pisləri oğlanları kim daşıyıb ora? Bunu daşıyan Emin Ağalarov olubdur. Mən demirəm, mən deyirəm Saxıyeva öz çəkisini azaltmaq, normasında saxlamaq üçün patı adlı narkotik maddədən istifadə edirdi. Yəni indi İlham Əliyev Azərbaycan xalqının bu kasıların çəkdiyi İlham Mehriban o patıdan çəkmirdi, o xüsusi patı çəkirlər. Bu davamlı olduğu üçün Mehriban Əliyevada asılılıq yaradıb. O sürətlə çəki itirir, onun ayaqları pis gündədir, damarları partlayıb. İnsanlar diqqət etsələr, Mehriban Əliyeva daha qısa geyim geyinmir. Daimi uzun geyim ya şalvar geyinir. Çünki damarlar dayanmadan partlayır. Patının təsirindən Mehriban Əliyevanın sinəsi də dəyişib. Mehriban Əliyevanın sinəsi kişi sinəsinə oxşuyur. Sabah Mehriban Əliyeva taşşaq da buraxmasa yaxşıdır. Onsuz da nazirləri ağzınızı belləyim. Zat belə söyüşdən söyür Mehriban Əliyeva. Kişi kimi söyür Mehriban. Bax belə Mehriban Əliyeva da özünü düşünür, özünü cavan saxlamaqdan ötürü hər yola əl atır. İndi də patının bağımlısı olubdur, müalicə eləmək istəyir, elətdirə bilmir. Yəni Mehriban Əliyevanın səhhəti, vəziyyəti pis.